Bəs bəzən elmi dildə belə düşəcək ki, testdə, yəni belə verməyib, deyəcək ki, uzlaşmanın göstəricisi nədir? Göstəricisi deyəndə sizə indidən bu xırdalayıb çox asan gələcək sizə. Göstəricisi şəxs şəkilçiləridir. Şəxs şəkilçisi. İndi deyəcəm, şəxs şəkilçinin ikinci adı xəbərlik şəkilçisidir. Bir də ki, mənsubiyyət şəkilçiləri. Mənsubiyyət şəkilçiləri. Bu uzlaşmanın göstəricisidir. Mən girişdən desəydim ki, şəxs şəkilçiləri, mənsubiyyət şəkilçisi uzlaşmanın göstəricisidir, bu hamıya çatmayacaqdır. Belə dedim çatdımı, indi bu sizə rahat çatacaq. Mübtəda xəbər arasında hansı əlaqə götürdük? Uzlaşma. Ona görə uzlaşma götürdük ki, şəxs şəkilçisi var. Xəbərdə xəbərlik şəkilçisi olur da, şəxs şəkilçisi olur. Əgər mübtəda xəbərin arasında uzlaşma götürdüksə, demək orada şəxs şəkilçisi var. Demək, şəxs şəkilçisi nəyin göstəricisidir? Uzlaşmanın. İkinci, üçüncü növün arasında uzlaşma götürdük, düzdürmü? İndi elmi dildə ona görə uzlaşma götürdük ki, mənsubiyyət şəkilçisi var, mənsubiyyət şəkilçisi uzlaşmanın göstəricisidir. Yəni, bu qədər rahat. Mübtəda xəbər arasında uzlaşma, ikinci növ, üçüncü növün ortasında uzlaşma. Desək ki, belə misal yazmasa, desək ki, uzlaşmanın göstəricisi hansılardır? Biz deyəcəyik şəxs şəkilçiləri, çünki mübtəda xəbərdir də xatırlayırıq. Bir də mənsubiyyət şəkilçiləri, çünki ikinci, üçüncü növdə uzlaşma var. Belə, edən nümunə verək. Tutaq ki, deyirəm ki, onun anası cavandır. Deyir ki, burada hansı əlaqə var? Baxaq, indi siz də tapın, mən də tapın. Biz birinci nəyi tapırıq? Mübtəda xəbəri. Tapağın, təhlil eləyin, mənimlə birlikdə mən də eləyirəm. Necədir? Cavandır. Kim cavandır? Onun anası. Üçüncü növdür də, üçüncü növ təhlil edəndə ayrılmır. Demək, mən birinci mübtəda xəbəri tapdım. Mübtəda xəbər arasında uzlaşma var idi. Onun anası, mübtədan, xət qoydum, cavandır. Biz axı dedik ki, mübtəda xəbər arasında uzlaşma var. Oxun başını qoyuram, bura yazıram uzlaşma. Deməli, mən bir uzlaşma tapdım. Sonra ikinci, üçüncü növ axtaracam. Mənim burada ikinci növüm yox, üçüncü növüm var. Axı, üçüncü növ arasında da uzlaşma var idi. Demək, bu üçüncü növün ortasında buradan yazım. Onun, xət çəkirəm, anası. Üçüncü növ olduğuna görə burada uzlaşma var. Oxu qoyuram bura, yazıram uzlaşma. Bu qədər rahat. Uzlaşma belə.